Peygamberin kemali cemaline salavat hediyelim. Allahümme salli ala Muhammed ve Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdu es-sena'u lillahi rabbil alamin. Vel akibetu lil muttakin. Thumma salatu ve selamu ala Resulillahil emin. E'ani Ebel Kasimi Muhammed. Allahümme salli ala Muhammed ve ali Sallallahu aleyhi ve alihi ve sellem ve ala ehli beytihi tayyibin tahirin ma'sumin. Siyyama namusud dahr veliyyil asr Hüccet ibnül Hasan accelallahu teala faracahu şerif ve la'netullah ala a'daihim ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu kavli. Esselamu aleyküm ve rahmetullah. Ağamız, seyyidimiz, Mevlamız, başımızın tacı, kalplerimizin nuraniyeti, İmam-ı Zamanın salamat olması, nazenin kalbinin bizlerden razı ve hoşnut olması, düşmenlerinin mehvi, zuhur ve kıyamının teciline salavat hediyeyle. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bəhsimiz əhd duasında yetişdik bu hissəyə ki buyurur İmam və Rabbəl mələikətil mukarrabin vəl ənbiyai vəl mürsəlin. Və ey müqərrəb mələklərin Rəbbi, ənbiyanın Rəbbi və mürsəl peyğəmbərlərin Rəbbi. Burada müqərrəb mələklərin Rəbbi ki deyir İmam Sadiq əleyhissalam, müqərrəb mələklər həmən Həzrəti Cəbrail, Həzrəti Mikail, Həzrəti İsrafil, Həzrəti Əzrail ki bunlar müqərrəb mələklərdir. Bunu deyibsə, onlar da o birisi mələklər də nədir? Onun içindədir. Yəni deyəndə ki müqərrəb mələklərin Rəbbi, yəni digər mələklərin Rəbbi deyil, nauzubillah, əleyhazubillah, bu cür deyil. Yəni müqərrəb mələkin Rəbbidirsə, elə qalanlarının da nədir? Rəbbidir. Ənbiya və mürsəl. Ənbiya ümum peyğəmbərlərdir, bilirsiniz. Mürsəl də ki, ənbiyaların içində 313 nəfər mürsəl peyğəmbərdir və 313-ün içindən də 5 nəfər seçilib Ülül Əzm peyğəmbərdir. Həzrəti Nuh, Həzrəti İbrahim, Həzrəti Musa, Həzrəti İsa və Həzrəti Resulullah. Burada bir bəhs var, o bəhsi etmək lazımdır. O da bundan ibarətdir ki, mələklərlə peyğəmbərlərin müştərək cəhətləri və fərqli cəhətləri. Yəni bəzi cəhətlər var ki, ənbiyanla mələklər orada müştərəkdirlər. Ənbiyada da var, mələkdə də var. Bəzi sifətlər var, ənbiyada var, amma mələklərdə o yoxdur. Yəni ənbiya mələklərdən üstündür. Ona görə İmam Sadiq əleyhissalam bunu ayırıb burada. Ki buyurur mələklərin Rəbbi, ənbiya və mürsəlin Rəbbi. Təqribən 5 dənə müştərək cəhət qeyd etmişik. Mələklə ənbiyada bu 5 dənə xislət 5-i də var. Müştərəkdir. Birinci, mütləq ubudiyyət. Yəni, mələk Allaha mütləq itaət edir və özünü mütləq bəndə bilir. Ənbiya da Allaha mütləq itaət edir və ibadəti də mütləqdir. Burada müştərək cəhətlərdir. Yəni mələkdə də eynidir, ənbiyada da eynidir. Yəni mütləq bəndəçilik. Bu 1. 2. İsmət. Mələk də məsumdur, ənbiya da məsumdur. Burada müştərək cəhətdir. Hər ikisi eynidirlər. Üçüncü, mütləq itaət.
Birincidə mütləq bəndəçilik, üçüncüdə nədir? Mütləq itaət. Yəni zərrə qədər də ənbiya yaxud mələk Allahdan digərinə nə etmirlər? İtaət etməzlər. Orada faiz etibarı ilə məsələn 100-dür. Məsəl üçün deyək, nəuzubillah, mələk 99% Allaha itaət edir, 1% etmir, söhbəti nədir? Yoxdur. Ümumiyyətlə insanı Allahın itaətindən saxlayan şey nəfsdir. Ağıl deyil. Ağıl insanı mütləq itaətə otuzdurur. Nəfsdir ki, insanı itaətdən nə edir? Faiz etibarı ilə 1, 2, 3 ya 100% nədir? Ayırır. Mələkdə ki, nəfs yoxdur. Ona görə də nədir? Mələk mütləq itaətdədir. 100-dür. Ənbiya da nədir? Məsum olduğuna görə nədir? Mütləq itaətdədir. Dördüncü, müştərək cəhət peyğəmbərlərlə mələklərin ikisi də Allah üçün iş görür. Allah üçün iş görürlər. Yəni Allahın işini görürlər, belə deyək. Yəni Həzrəti Əzrail əleyhissalam gəlir, ölüləri, ruhlarını götürür, aparır. Həzrəti İsrafil şeypuru gözləyir. Həzrəti Mikail ruzunu paylayır. Həzrəti Cəbrail əleyhissalam vəhiy götürür. Bunlar Allahın işçiləridir, belə deyək. Allaha xidmət edirlər, yarhamukallah. Allahın işlərini nə deyir üzərində görürlər. Ənbiya da həmçinin Həzrəti Xudavənd Mütəal vəhiy göndərir Həzrəti Cəbrailə. Həzrəti Cəbrail vəhiy götürür Həzrəti Rəsulullaha. Həzrəti Rəsulullah vəhiy göndərir bizə. Bunlar hamısı Allahın nədir? İşlərini görürlər. Beşinci budur ki, həm mələklər, həm ənbiya hər ikisi pakdılar. İsmət fərqli şeydir, paklıq fərqli şeydir. İsmət tamdır. Bildiniz? İsmət tamdır. Bəzi insanlar ola bilər ki, məsəl üçün məsum deyirlər, amma pakdılar. Onların da paklığı var. Amma paklıq mələklə müştərək cəhət olmağa nədir? Tək paklıq kifayət eləmir. Bunlara görə beşi də olsun. Yəni həm mütləq bəndə olmalısan, həm məsum olmalısan, həm mütləq itaətin olmalıdır, həm Allahın işlərini görməlisən, həm də nədir? Müqəddəs və pak olmalısan. Bu beşi də gərək bir-birinin yanında ola. Bu 5 dənə cəhətdə mələklərlə peyğəmbərlər nədir? Müştərəkdir. Fərqli cəhətlər. Mələklə ənbiyanın fərqli cəhəti, mən də burada 3 dənə yazmışam. 1. Mahiyyət və cins. Mahiyyət və cins fərqləri var. Yəni onlar sırf metafizikdir, maddə deyirlər, amma ənbiya nədir? Maddədir. Bu, bunların fərqli cəhətidir. Bu fərqli cəhət elə göstərir ki, ənbiya mələkdən üstündür. Bu cəhətdir. Yəni, bir varlıqda ki, nəfs yoxdur ki, onu Allahdan uzaqlaşdırsın. Nəfs yoxdur. Bir varlıqda ki, nəfs var, Allahdan uzaqlaşdıra bilər, amma onlar uzaqlaşmayıblar Allahdan. Hə? Bu üstün olacaq da. İkinci varlıq, birinci varlıqdan üstün olacaq. Bəziləri deyər ki, misal üçün, mələk üçün nə var? İtaət etsin, ibadət etsin. Mələk üçün nə var ki? Yəni, nəfs yox, onu pisə çəkindirsin, pisə dartsın, pisə aparsın. İblis nəfsin vasitəsilə onları yoldan çıxartsın və s. Bu şeylər nədir? Yoxdur. Amma ənbiyada bu şeylər var. Bəs birinci nədir? Cins fərqidir, mahiyyət fərqidir. Ki, bunların mahiyyəti, təbiəti, belə deyək, ənbiyanın təbiəti maddədir, fizikadır. Amma mələklərdə nədir? O fərq var. Yəni, onlar maddə deyirlər. Birinci fərqi budur. İkinci fərqi biraz da genişdir. İsmət və ixtiyar.
Bilirsiniz ki, mələkdə ixtiyar yoxdur. Amma ismət var saydıqda. Birincidə müştərək cəhətdə ənbiya da məsumdur, mələklər də məsumdur. Amma fərqli cəhətlərdə mələklər məsumdur, ənbiya da məsumdur. Amma ənbiyada fərqli bir şey var. İxtiyar var, mələklərdə yoxdur. İxtiyar mələklərlə ənbiyanın arasında fasilədir. Bildiniz? Yəni ixtiyar nədir? Faili muxtar. Yəni ənbiya ixtiyar üzündən kamil, mütləq itaət edirlər. Ənbiya düzdür məsumdular, amma fail muxtardılar eyni zamanda və özlərini mütləq bəndə bilirlər Allaha. Mələklərin mütləq bəndə bilməsi ilə bunun arasında yenə ərz eləyirəm. Fərq var da. Bunlar çarpışıblar, gediblər. Amma mələklər elə xəlq olandan özürdülər. Məsələn, Əmir əl-Möminin Nəhcül Bəlağədə mələklərin xilqətindən danışır birinci xütbədə. Orada buyurur ki, mələklər var, xəlq olan anından qiyamdadılar və qiyamların dəyişib, rüku və səcdəyə getməyiblər. Mələklər var, xəlq olanda səcdədə xəlq olublar. Elə indi də səcdədədirlər. Mələklər var, rükuda xəlq olunublar. Yəni xəlq olanlar rükudadılar və hələ də rükudadılar. Yəni sən deyərsən ki, adam rükuda qala bilər. Yəni 1000 illər mələklərin xilqətinin o sayı, yəni o il sayı bu dünya ili ilə götürəndə bilmirəm nə qədərdir. 1 milyon ildir, 100 milyon ildir, 1 milyard ildir, bilinmir. Düzdür? Və Əmir əl-Möminin buyurur, xəlq olandan rükudadır və elə rükuda da dayanıb. Onu orada saxlayan nədir? Maddə olmamağıdır, xeyr, səbəb ola bilər. Onda sırf ubudiyyətdir, ismətdir, amma ixtiyar yoxdur. Amma gələ bir məsum Həzrət Rasulullah 1 saat dayanır rükuda, oradadır da Xudavənd Mutal pərdələri çəkir. Mələklərə deyir ki, baxın. Baxın, mən bəndəmə. Siz deyirdiniz ki, nəhnu nusəbbihu bihamdik və nuqaddisu lək. Yaratma onları. Onlar qan tökəcək, fəsad edəcək. Biz varıq, biz Allah deyirik, biz Rəbb deyirik, biz xaliqim sən deyirik və s. Biz bunlar deyirik. Niyə yaradırsan onları? Onların arasında belə olacaq. Xudavənd Mutal çəkir pərdəni, buyur baxın. Sizi xəlq etmişəm rükuda, elə qalmısınız rükuda. Bu ixtiyar üzü ilə 1 saatdır rükuda. Bunun muxtardır. Mən istəməmişəm ondan 1 saat rükuda qalıb. Amma qalıb rükuda. O Taha surəsinin əvvəlinci ayəsində deyir, Taha, Taha, yəni Həzrət Rasulullah. Taha, mən bu Qur'anı sənə nazil etməmişəm litəşqa, öz vəziyyətə salasan. Bu nədir barmaqlarının üstünə qalxmırsan? Demisən cəmaata Allah, onlar da deməyiblər Allah. Sən də narahatsan ki, bunlar niyə demirlər Allah? Gəlmisən evə, gecə saat 3-də durmusan, barmaqlarının üstündə namaz qılırsan. Dabanlarını yerdən qalxızmısan, özünə əziyyət verirsən ki, niyə bunlar Allah demir? Mən buna görə nazil etməmişəm ki sənə. Əziyyət vermə özünə. Allah deyirsən, onlar Allah demir, hə? Mislinki də belə. Cəhənnəmə. Cəhənnəmə. Mən onsuz da dolduracağam cəhənnəmi onları ilə. Onlarla dolduracağam. Çox qəribədir. Məsələn, bizim kimi insanlar bizə namazda vərəq paylasınlar bizə. Məsələn, şam xiftəni qılmışıq da. Bizə bir də vərəq paylasınlar. Desinlər ki, bu blankı doldurun. Yəni şam xiftəni qiymət verin. Ki, neçə alırsınız? Neçə verərsən özvə? Şam xiftən qıldıq. Neçə verərsən özvə? Əgər bir insan 5 versə, məsələn, səxavət ora 5 yazsa, insafsızdır.
Yəni düz yazmayıb. Eybi yox, 3-ə bitər. Hə, 3-ə bitər. Dünyaya bax, Trump deyir ki, mən cənnətə getmək istəyərdim hə. Trump deyir bunu. Biz namaz qıla-qıla 3-ü güclə veririk özümüzə. Da əlləşirik, vuruşuruq ki, da haram, halal, Allaha itaət, ibadət filan. Bu milyonlarla insanların qanın töküb tapdalayıb. Bütün haqlara girib, bir dənə haqq, hüquq qoymayıb. Çünki haqq nə bilir o, hüquq nə bilir o, bu Trump. Təsəvvür edirsən, bu da hələ cənnət, cəhənnəm söhbətini edir. Əcəbdir bu dünya. Doğrudan da əcəbdir bu dünya. Kül olub da bu dünyanın başına. Cənnətlə, cəhənnəmdən Trump danışır. Kül olub bu dünyanın başına. Ariflər saatlarla səcdədə sızıldayırlar, nalə eləyirlər. Ki, ilahi birdən bağışlamaz sana. Təsəvvür edirsən? Amma bu Trump, üzr istəyirəm sizdən, mərhum buyurmuşkən, sarı küçə iti. Nə deyir? Deyir ki, fikirləşirəm yəni cənnət haqqında. Fikirləşirəm. Yəni mən də getmək istəyərəm yəni. Cənnətə getmək istəyərəm. Belə qəribədir bu dünya. Bəs ismət və ixtiyar. Mələklər şəhvət və ixtiyardan faqiddirlər. Mələklərin nə şəhvəti var, nə ixtiyarı. Şəhvətlə ixtiyardır da, sürüdür insanın burnunu yerə. Sürtür insanı yerə. Birinci ixtiyardır, ikinci şəhvət. İnsanı ixtiyarla şəhvətdir, yuxarıdan bir mərhələ, bir də aralığı, sonra daha bir mərtəbə, bir də aralığı nə inir? 4 dəfə insan nə inir? Yıxır yerə. Amma şəhvətlə ixtiyardır. Bu da mənim mütalib buyurur ki, gözləri var, görmür, qulaqları var, eşitmir, qəlbləri var, duymur. Ulaiki kəl ənam, onlar heyvan kimidirlər. Bəlhum əzəl, bəlkə nə deyim, aşağıdırlar. Ustad buyururdu ki, o ki insandır, düşüb heyvana, bir də aralığı var. Yəni insan bir dəfə enib heyvan kimi, bir də heyvan, sonra bir də heyvandan aşağıdan, bir də aşağıya, yəni bir də onun aralığı var. Necə 2 fəsil var, 2 fəsil aralığı var. Məsələn, bir qışdır, bir yay. 2 dənə fəslimiz var. 4 dənə fəsil yoxdur ki. 2 dənə fəsil var. Biri qışdır, biri yay. 2 dənə də aralıq fəsil var. Payızla yaz. Yayla qışa keçid, bir aralıq payız fəsli var. Bir də qışdan yaya keçid, aralıq yaz fəsli var. Deməli, 4 fəsildən ikisi əsli fəsildir. İkisi aralıq fəsildir. İnsan, heyvan və heyvandan aşağı, insan, heyvan arasında bir aralıq var. Bir də heyvanla ən aşağının arasında bir aralıq var. Deməli, insan 4 dəfə enir. 2 dəfə aralığa, 2 dəfə də heyvan və heyvandan aşağıya. İnsanı bu necə eləyir? Şəhvət və ixtiyar. Mələklərdə şəhvət və ixtiyar yoxdur. Amma ənbiya ki insandılar, onlarda şəhvət də var, ixtiyar da var. Amma mütləq itaətdədirlər. Bu da mələklərlə ənbiyanın nə idi? Fərqidir. Elə buna görədir ki, peyğəmbərlər şəhvət və ixtiyara sahibdirlər, amma imana təkyə eləyiblər, söykəniblər və ən uca ismət məqamına yetişiblər ənbiya. Bu ikinci fərq. Üçüncü fərq, vəzifə. Vəzifə fərqi var. Ənbiyada belədir. Burada da əlbəttə ixtiyar bəhsi var. Eləyə bilərik, ixtiyar bəhsini eləyə bilərik. Deməli, mələklərin vəzifəsi insanı hidayət etmək deyil. İnsanın hidayəti üçün qanunu götürməkdir. Heç bir mələkin boynunda yoxdur kimizə hidayət eləsin. Və Allah onu ondan nədir? İstəməyib. Baxın Qur'ana, dəfələrlə Xudavənd Mütəal buyurur ki, mən insanların hidayəti üçün onların cinsindən olan peyğəmbər göndərdim. Yəni mən mələk göndərmədim.
Ənam surəsində Xudavənd Mütəal buyurur ki, onlar dedilər ki, müşriklər, dedilər, siz peyğəmbər deyilsiniz. Siz peyğəmbər deyilsiniz. Əgər Allah peyğəmbər göndərməli olsaydı, mələk göndərərdi. Xudavənd Mütəal buyurur ki, mən əgər peyğəmbəri qərar budur ki, mələk göndərim ki, siz mələki görməyəcəksiniz. Siz maddə, o qeyri-maddə. Mən məcburam onu neyniyim? Bir kişi cinsinə salım ki, siz onu görəsiniz. Elə kişi cinsindən, öz cinsinizdən göndərmişəm də. Yəni bunun fərqi nədir? Deməli, mələklər insanın hidayəti üçün şəxsən iştirak etmirlər. Sadəcə olaraq onun hidayəti üçün qanunları götürürlər. Məsələn, Peyğəmbərə göndərirlər ki, Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahu samad, ləm yəlid və ləm yulad və ləm yekullahu kufuvan əhəd ki, bu surə bütöv nazil olub Rasulullaha. Rasulullah da buyurub bizə ki, gəlin hidayət olun. Yəni, Allah haqqında düşünmək istəyirsinizsə ki, əvvəla zati haqqında düşünmək olmaz. Bir. İkinci, əgər tanımaq istəyirsinizsə Allahı baxın. Qul huvallahu əhəd. De, o Allah əhəddir. Allahu samad, möhtac deyil. Ləm yəlid və ləm yulad. Nə fikirləşirsiniz onun haqqında? Dedilər, nəsranilər ki, İsa ibnullah, İsa Allahın oğludur. Yahudilər dedi ki, Uzeyr ibnullah. Uzeyr Allahın nədir? Oğlu. Allah buyurur ki, ləm yəlid və ləm yulad. Doğmayıb, doğulmayıb. Nə ana olur, nə övlad olur. O. Və ləm yəkun ləhu kufuvan əhəd. Mislində məsəli yoxdur. İstəsən məsəlində bir misal çəkəsən, misalı yoxdur. Bir dənə bu surə, yadınızda gəlir bəhs eləmişdik, bir dənə bu surə kifayətdir. Bütün kafir və müşriklərə. Bəs vəzifə. Mələklər təkvini əmrlərin daşınmasında vəzifə daşıyırlar. Təkvini. Amma peyğəmbərlər həm təkvini və həm də təşrii qanunların daşınmasında və çatdırılmasında nədirlər? Vəzifəlidirlər, görəvlidirlər. Fərqi görürsən? Bəs mələklər nədir? Mələklər ancaq təkvini işlər baxırlar. Təşrii işlər mələklərə aid deyil. Yəni birdən deyirsən ki, bəs Xudavənd Mütəal buyurur, mən mələki xəlq edəm, yəni Əmir əl-Möminin buyurur. Allah mələki xəlq edib rükuda, deyərsən ki, bu ki mələki rükuda xəlq olub, elə indiyə qədər rükudadır. O da ibadət edir. Bizim kimi namaz qılır və s. Bəli, mələk də ibadət edir. Amma belə yox ki, biz qiyam, rüku, səcdə, namaz qılırıq. Belə yox. Onun ibadəti, onun vəzifəsini yerinə yetirməkdir. Odur ibadət. Ki, əslində ibadət yox, itaət sayılır. Sadəcə olaraq, onların heç bir itaət və ibadətində onlar üçün irəliləyiş yoxdur. Çünki hərəkət yoxdur. Hərəkət harda olmalıdır? Hərəkət iki şeydən birində olmalıdır. İki şeydən birində. Yəni, insanda bir ağıl olmalıdır, bir nəfs olmalıdır və bu ağılla nəfs bir-birini saxlamalıdır, bu onu saxlamalıdır, o bunu saxlamalıdır. Və ağılla nəfs çarpışmalıdır və hansı qalib, hansı məğlub olmağı onun işinə bağlıdır. Məsələn, durdun sübh namazını qıldınsa, azan verildi, durdun sübh namazını qıldınsa, deməli burada ağlın qalib, nəfsin məğlub oldu. Yox, gözlərini açdın, azanı eşitdin, üzvü çevirdin yerə, arxağı çevirdin Allaha, yatdınsa, burada nəfsin qalib, ağlın məğlub oldu. İkinci misalda enişdir, birinci misalda hərəkət yuxarı. Belə sayılır. Amma bu deyil, mələklərdə nədir yoxdur. Bəs mələklər təkvini məmurdular.
Amma ənbiya həm təkvini məmurdular, həm də təşrii məmurdular. Ona görə də bu da peyğəmbərlərlə mələklərin nə idi? Fərqli cəhətlər. İnsanın mələkdən üstün olması 4 dənə şey qeyd eləmişəm. O da deyim, da qutaraq. Birinci, ixtiyar və iradə. Mələkdə ixtiyar və iradə yoxdur, bilirsiniz. O ixtiyar tərəfini danışdıq. Burada üstəgəl iradə var. Yəni mələklər iradə edə bilmirlər. Mələklər elə bir ki, üzr istəyirəm sizdən çox-çox. Yəni misal kimi ərz eləmək istəyirəm. Allahdan mənə bağışlasın. Elə bir ki, bir çipdir qoyulub, nə yazılıb o proqrama, həmən o da hərəkət eləyir. Bu misaldır da, belə deyək, məhsusi misaldır. Məqulata, o ağıl, o qeyri maddi olan şeyləri dərk eləmək üçün. Elə bir çipdir, yazılıb belə eləməlisən. Robot məsələn. Tapşırılıb ki, sən bu cür eləyəcəksən. Sənə nə dedilər, onu da eləyəcəksən. Ondan artığını o nədir? Eləyə bilmir. Çünki nə muxtardır, nə də iradəsi var. Özü iradə eləyə bilmir. Ona iradə edirlər. Amma ənbiya və mürsəl peyğəmbərlərdə bu cür deyil. Peyğəmbərlər bu cür deyil. Onların həm ixtiyarı var, həm də özlərinin iradəsi var. Əgər olmasaydı, Xudavənd Mütəal Quranda bu sözü peyğəmbərə buyurmazdı. Ey mənim rəsulum, əgər o Quranda bir balaca oyan-biyan eləsən, sənin damarlarından tutub bədənindən çəkərik, səni parça-parça doğrayarıq. Bu nəyə görədir? Bu nəyi bildirir? Allah bu ayəni niyə Qurana salıb? Qurana salmayıb ki, Xudavənd Mütəal bu peyğəmbər belə eləyəcək. O bilir ki, bu peyğəmbər bunu etməyəcək, peyğəmbər eləyib. Sadəcə olaraq bizə çatdırır ki, mən ki bunu demişəm peyğəmbərə, ona görə deyirəm sizə ki, Quranda yazmışam, salmışam. Siz biləsiniz ki, o həm muxtardır, həm də özünün iradəsi var. Özünün iradəsi ola-ola və muxtar ola-ola. Quranda hər hansı bir kəlmənin, hətta bir nöqtəsinin belə dəyişmək imkanı ola-ola onu dəyişməyib. Bu fərqdir ənbiyanla mələklərin arasında. Yəni mələklərdə itaətə məcburiyyət var, amma ənbiyada itaətə məcburiyyət yoxdur. İkinci, danışıqlarımızın o labəlayında arasında danışdıq bunu, ərz elədim. Şəhvətdən keçmək, həvəsdən keçmək çox çətindir. İnsan şəhvətdən keçər, həvəsdən keçər. İnsan ümumiyyətlə şəhvətbaz və həvəsbazdır. Yəni öz hissi ilə hərəkət eləyir, nə ağlı ilə hərəkət eləyir. Bu qədər ki, eşidirsiniz, misal üçün xəbərlərdə, Azərbaycanda, dünya üzrə, məsələn, boşanmaların sayının çoxalmağı, niyə bu? Niyə insanlar, misal üçün, ailələr boşanırlar? Boşanma səbəbi hisslə evlənməkləridir. Nə ağılla evlənməkləri. Birdən ağılla evlənsəydilər, boşanmazdılar. Ağıl da mane olur insana boşanmağa. Amma bunlar nə ediblər? Hiss və şəhvətlə, həvəslə bunlar evləniblər. İki cavan bir-birinə baxıblar və onlarda, üzr istəyirəm sizdən, eşidənlərdən də üzr istəyirəm, şəhvət hissi qalxıb və ona görə evləniblər. Və şəhvət hissi 3 gün, 5 gündən sonra sönəndə bunlar mütləq nədir? Ayrılacaqlar. Amma ailənin qurulması şəhvət və hiss üzündə, həvəs üzərində qurulmamalıdır. Evlilik, evliliyin binası, bünövrəsi ağıl və qəlb üstündə qurulmalıdır. Ağıl və qəlb. Bu günləri bir oğlan, bir qızı görə-görə evlənib və 6 aydan sonra o ailə dağılır. Amma 30 il, 40 il, 50 il bundan qabaq oğlanla qız bir-birlərini heç vaxt görməyiblər, evləniblər və bir-birlərini sevib 50 il, 60 ildə yaşayıblar bir yerdə. İndikilər görə-görə dağılır. Amma onlar görməyə-görməyə nədir? Heç vaxt dağılmayıblar. Azərbaycan ölkəsində evliliyin gümüş dövrü olub. Azərbaycan ölkəsində evliliyin qızıl evliliyin keçirdiblər. 50 illigi keçirdiblər bunlar. 20 yaşında evləniblər, 70 yaşında 50 ildə evlənmişik qızıl evliliyi keçirdiblər.
Bu günlər Azərbaycanda qızıl evlilik mə'əl əsəf, çox təəssüf olsun ki, çoxlu o faiz etibarı ilə 100-dən 60-a, 70-ə nədir? O düşüb 3 ilə, 5 ilə, 10 ilə. Amma qabaq bu cür deyildi. 50 illiyi keçirdirdilər. 50 illiyi bəndənin yadına gəlir, bir dəfə bir jurnal var idi, oxuduq. Yox, üzr istəyirəm. Ustad buyurdu ki, jurnaldan oxudum. Bizə dedi, ustad 95-96-cı illər, 95-96, 30 il bundan qabaq jurnalda qeyd olunmuşdu. Deməli, Almaniya üzrə rekord bir ailə var, cütlük. Rekordu vurub 15 il bir yerdədirlər. Almaniyada rekord cütlük evlilik, rekord hədd 15 il. Azərbaycanda 50 il olub, 55 il olub, 60 il olub. Onlar ki 90 yaşında dünyalarını dəyişiblər, 20 yaşında evləniblər, 70 il bir yerdə olublar bunlar. Təsəvvür edirsiniz? 70 il qızıldan da o tərəfə, brilyant dövr. Təsəvvür, amma bu günləri düşüb 3 ilə 5 ilə. Niyə? Çünki evliliyin bünövrəsi şəhvət, hiss və həvəs üstündə qurulub. Ona görə. Çünki onların gözləri şəhvət eynəgi ilə baxır, həvəs və hiss eynəgi ilə baxır. Ağıl və qəlb eynəgi ilə nədir? Baxmır. Maneə yoxdur bunların arasında ki, o maneə olsun, təlaq olmasın, boşanma olmasın. Maneə yoxdur. Qabaq maneə var idi. Qoy bunu da ərz eləyim sizə. İndi əlimizə gəlir, çatır bəzi kəbin kağızları, hansı ki 1930-cu illər kəsilib. 1930, yəni 94 il bundan qabaq kəbinlər kəsilib. Orada mehriyyə kəbin haqqı 101 dənə qızıl onluq yazılıb. Qızıl onluq niyə görə deyirlər? Çünki 10 qramdır da bu. 10 qram qızıl onluq. 101 dənə. Təsəvvür eləyin. Onun pulunu vurun çıxın bu günləri. Niyə görə bəzi yerlərdə kəbinin əleyhinə danışırlar, mehriyyənin əleyhinə danışırlar, deyirlər, nədir bu kəbin, nədir bu mehriyyə? O mehriyyə bilirsiniz nədir? Əgər birdən mehriyyə qanuna minsə, kəbin oxunanda qızla oğlan arasında mehriyyə biraz ağırlaşsa, məsəl üçün 200 qram qızıl olsa, 300 qram və qanuna minsə ki, mütləq verməlisən, o mane olacaq evliliyin dağılmağı. Verə bilməyəcək və ailə də nədir? Dağılmayacaq. Amma bu günləri maneə yoxdur. Maneə yoxdur. Qız anası maneə sayılmır. Qızın atası maneə sayılmır. Oğlanın anası maneə sayılmır. Oğlanın atası maneə sayılmır. Maneə yoxdur. 2 ana ata oradadır, 2 ana ata burada, 2 qızla oğlan cütlükdə 4'ü səfərbər olublar ki, bunlar boşanmasınlar, yenə boşanırlar. 4'ü səfərbər olub, bəzən %1'i. 99'da səfərbər olublar ki, mütləq ailə dağılmalıdır. Bu nədir belə? Çünki şəhvət, hiss və həvəs üstündə qurulub. Bunu mövzudan kənardır. Amma istədim ki, ərz eləyim. Pəs ənbiya, həvəs, hiss və şəhvətləri ola oradan keçiblər. Allaha mütləq itaət edirlər, bəndə olurlar. Amma mələklərdə bu nədir? Yoxdur. Üç. Vücudun bir yerə cəm olması. Ona da camiyyəti vücudu deyirlər. Biraz elmi bəhsdir bu. Mən balaca işarə edib keçəcəm üstündən. Yəni mülk və mələkut fərqləri var bunların. Mülk və mələkut. Mələklərdə ancaq sırf mələkut var. Amma ənbiyada həm mülk var, həm mələkut. Bu fərqi var. Yəni mülk bu bədəndir, mələkut ruhdur. Mələklərdə sırf mələkutdur, ruhdur, amma bədən yoxdur. Yəni mülk yoxdur.
Bəs ənbiyada bir üstəgəldir. Bir üstəgəl. Amma mələklərdə bir dənədir. Bir üstəgəl nədir? Ənbiyada həm mələkut var, ruh, həm də mülki, yəni bədəni. Amma mələklərdə nədir? Bu yoxdur. Bu fərqlidir. 4. Mələklər Allahın xəlifəsi yer üzərində sayılmırlar. Amma ənbiya ilahi xəlifələr sayılır yer üzərində. İnsan Allahın sifətlərinin məzhəri və güzgüsüdür. Amma mələklərdə nədir? Bu şey yoxdur. Yəni bir dənə mələk belə sən göstərə bilməzsən ki, bu nədir? Allahın xəlifəsidir. Allahın xəlifəsi Allahın sifatını göstərəndir. Güzgüdür. Güzgü, belə bu güzgü demirik biz. Nəvzəbillah. Yəni Allah misalı deməyim. Keçin bu misalın üstündən biraz sonrası çətin olar. Ənbiya ali mərifətləri, ali, üstün mərifətləri kəsb edib tanıyandılar. Amma mələklərdə bu yoxdur. Ənbiya kəsb edir, tanıyır. Ali, uca mərifətləri. Amma mələklərdə bu yoxdur. Mələklər nə mənada? Mələklər elə bir ki, bir otaqdır. Otağın kənarındadılar. Otağın içində elmdir. Əmir əl-Möminin gəldi. Açdı qapını, girdi içəri. Ürək istədiyi bir şeyi götürdü. Çölə çıxanda mələklər ondan xəbər tutacaqlar. Ənbiyanla mələklərin fərqi nədir? Budur. Bir də cismani, dördüncü, cismani fərqlər. Fərqlər yox, ehtiyaclar. Cismani ehtiyaclar mələklərlə ənbiya arasında növbəti fərqdir. Cismani ehtiyac. Cismani ehtiyac nədir? Məsələn, Peyğəmbərin də xanımı var. Peyğəmbər də çimir. Peyğəmbər də yeyir. Amma mələklərdə bu nədir? Yoxdur, bu fərqdir. Yeyib içmək söhbətində də nələr var? Mütləq haram və halal nədir? Var. Şübhələr var. Mələklərdə yeyib içmək onları aradan aparmır. Onların ismətinə yeyib içmək baxımından cisimlərin mülkiyyətinin, nə mələkutun, mülki ehtiyacların, maddi ehtiyacların mane olur ismətə. Mələklərdə bu maneə yoxdur. Çünki yemirlər, içmirlər, bu maneə yoxdur. Amma peyğəmbərlər yeyirlər, içirlər və bu maneə ola bilər onların ismətində. Onların mütləq bəndə olmağında, mütləq itaət etməklərində nədir? Mane ola bilər. Amma mane olmur. Məsələn, Həzrəti Rəsulullah kamil insandır. Və bütün peyğəmbərlərdən də əvvəl nədir? Xəlq olub. Nə peyğəmbərlər? Bütün məxluqatdan əvvəl. Xudavənd Mütəala iradə edib ki, mən məxluq xəlq eləyim. Birinci xəlq olub Həzrəti Rəsulullahın nuru. Ki, içində Əmir əl-Möminin, içində Həzrəti Fatimə Zəhra salamun əleyha, içində İmam Həsən, İmam Hüseyn, İmam Səccad, İmam Baqir, İmam Sadiq, İmam Hüseyn Kazım, ta Həzrəti Məhdi Əcəlallahu Teala Fərəcəhu Şərif. Bunların hamısı Peyğəmbərin nurunun içində 14 nəfər var idi. İlk xəlq olan. Heç bir maneə yoxdur. Cismani ehtiyac var Rəsulullahın. Amma maneə deyil. Bizdə amma nədir? Maneədir. Bizim bədənimiz mane olur. Bayaq ərz elədimi? İnsan namaz dursa, sübh namazını qılmağa ağlı qalibdir. Qılmasa ağlı məğlub, nəfsi qalibdir. Burada da Həzrəti Rasulullah da yatmaq istəyir. Onun da bədəni var, əti sümüyü var. O da yorulur. Səhərdən axşama qədər təbliğ filan, mənfi auralı insanlarla görüşlər belə. Yəni o da yorulur. O da yatır və yatıb yuxuya qala bilər və s. Amma bu cismani ehtiyac Həzrət Rasulullah'a nə eləməyib? Maneə yaratmayıb. Bəli, bu fərqdir mələklərlə peyğəmbərlər arasında.
Deməli, mələklərdə itaət qəhridir, yəni məcburidir, amma ənbiyada itaət nədir? İxtiyari və insanların hidayəti üçün bir vəzifə daşıyıcısıdır. Allahumma inni əs'aluka bi vəchikəl kərim və bi nuri vəchikəl munir və mulkikəl qədim qalsın. Elhamdülillahi Rabbil aləmin. Peyğəmbər və əhl-i beytinə salavat. Allahümme salli ala Muhammed Ali Muhammed.